Ya da bir ev xanımı düzəndi, qazan qalır ocağın üstündə, unudur, qazanlarını yandırır, yeməklərini yandırır və buna bir ad qoya bilmir. Yəni bu xasiyyətdir, unutqandır ya da vaxtında işlərini görə bilmir, tənbəl gəlindir, təmizkar gəlin deyil. Yəni bunlar hamısı bir damğadır və buna bir ad qoymaq, sadəcə durumu qəbul etmək bir çox şeyi dəyişdirə bilir həyatda. Burada bir neçə mənə görə bir önəmli məqam var. Bir, miqdarın çox olduğu üçün ki, yalnız böyük yaşlarında 7-8% kimi əhalidə bu ehtimal olunur. Yəni uşaq yaşlarında 12% bu çox nəhəng rəqəmdir. Yəni dünya əhalisinin 7% bu bir neçə 100 milyon insandır yəni. Yəni bu böyük miqdarda olduğu üçün bu artıq davamlı şəkildə istənilən müəssisədə, istənilən ailədə, istənilən şərtlərdə görülə biləcək bir sıxıntıdır. İkinci bir paradoks məqam odur ki, ADHD olan insanlar hamı üçün adi olan bir şeylərdə əziyyət çəkir. Bəli. Yəni beynin biokimyasının bir xüsusiyyətlərindən onlar stress altında daha effektivdirlər. Yəni qəribə bir şeydir. Məsəl üçün, əgər autistik insan eyni bildiyi mühitdə rahatdırsa, ADHD-li insan eyni mühitdə dağınıqdır, yeni mühitlərdə çox toparlanmışdır. Çünki yeni emosiyalar gəlir, beynin o noradren, dopamin sistemi oyanır, onu kompensasiya edir.